Və dördüncü məsələ yuxarıda olan problemdir. Rounded shoulders və yaxud da ki forward head tilt hər ikisi birləşəndə daha da çətinləşə bilər vəziyyət. Məsələ nədir? Çiyinlərin yumrulanıb qarşıya doğru düşməsi və bu artıq belə deyək bizim sinə əzələlərimizi sıxır, sinə daim gərgindir. Kürək lazımından çox genişlənib və genişləndiyi üçün artıq çiyinlərinizə belə deyək müəyyən bir formada ağırlıq verir. Bu baxımdan çiyinlərinizi siz hər yadınıza salanda arxaya versəniz də o yenə də gəlir qarşıya düşür və beləliklə burada olan boşluq alt qarını təzyiqlə yuxarı çölə çıxarır və beləliklə qarında yenə deyirəm piylənmə olmasa belə sanki qarnınız varmış kimi görünür. Bu yüzden biz burada nə üzrə işləyirik? Sinə əzələlərini, öndəki olan kor əzələlərini işləyib, açıb vəziyyəti rahatlatdırıq. Yəni əsasən kürəkdən çox biz önlə işləyirik və bütün bunlar hər biri detal və yenə dediyim kimi, ən başında dediyim kimi nəfəs elementləri ilə güclənir.